Salam 44 kanalının dəyərli izləyiciləri, Mercedes GL 550 X164, yəni birinci nəsil. Mercedes mühəndisləri qərar verdilər ki, ML-in uğurundan sonra məhz Amerika bazarı üçün daha böyük crossover istehsal eləsinlər və bunun sayəsində də 2006-cı ildən 2012-ci ilə kimi Mercedes GL-in birinci nəsli istehsal olundu. 2009-cu ildə restyling keçib. Restylingdə avtomobilin bir qədər xarici görünüşü, bir qədər də interyeri dəyişib. Onların şəkillərini də hal-hazırda ekranda görürsüz. Ümumiyyətlə GL Mercedesin avtomobil xəttinin ən böyük avtomobilidir. Necə ki, məsələn, sedanlarda ən böyük sedan S-Class-sa, crossoverlər arasında da ən böyüyü GL idi məhz birinci nəslin dövründə. Boya təbəqəsinə qalanda, boya təbəqəsi nə çox yaxşıdır, nə də çox pisdir. Yəni hardasa orta səviyyədədir. Uzun illər keçəndə bir qədər yürüyüşü çox olan avtomobillərin boya təbəqəsində müəyyən defektlərə rast gəlmək olur, lakin əsas məsələ odur ki, korroziya olmur bu avtomobillərdə. Yəni avtomobilin metalı korroziyadan olduqca yaxşı müdafiə olunub. Uzun illərin avtomobillərində məhz xrom detallar, bu ön işıqların şüşələri və reflektorlar sola bilir. Yəni bu da yaşla bağlı bir şeylərdir. Bunları restavrasiya eləmək olar. O qədər ciddi problemlər deyil. GL-in bagajını bir neçə üsulla açıb bağlaya bilərsiniz. Ya açardan, ya buradakı düymə vasitəsilə, ya da salondakı düymə vasitəsilə. Standart rejimdə bagaj 620 litrdir. Əgər siz arxa ikinci cərgə oturacaqları qatlasaz, lap 2300 litr kimi böyük bir həcmə sahib olursunuz. Yəni bu da kifayətdir ki, təkcə gündəlik əşyalarınızı deyil, eyni zamanda böyük həcmli yüklərinizi də burada rahat şəkildə apara biləsiniz. Eyni zamanda GL-lərin əksəriyyəti 7 yerli olur. Məhz 3-cü cərgə oturacaqlar da bagajda yerləşir. Onlar da buradakı düymələr vasitəsilə açıb bağlaya bilirsiniz. Bundan əlavə bagajda işıq, 12 voltluq soket, 3-cü cərgə oturacaqların ayrıca stəkanlıqları və kəmərləri də var. Eyni zamanda bu avtomobilin ehtiyat təkəri də məhz bagajın alt hissəsində yerləşir. It's a lot of hands on this map. Don't ask me, calling for a taxi. I said protest me, we wouldn't stand. It's a wrap. Deməli, GL-in salonunda kifayət qədər yüksək keyfiyyətli materiallardan istifadə olunub. Burada demək olar ki, əlinizi hara vursanız ya dəri olur, ya da yumşaq plastikdir. Burada mebel örtüklərdən istifadə olunub, alüminium elementlərdən istifadə olunub, hansı ki, salona bir ekskluzivlik qatır. Buradakı problemlərdən adətən bu mebel örtüklər çatlaya bilir bəzi maşınlarda. Bu da məhz çöldəki havanın temperaturunun kəskin dəyişməsi nəticəsində baş verir. Bundan əlavə salonda hər hansısa bir ciddi problemlər olmur. İndi sözsüz ki, yürüyüşü çox olan avtomobillərdə dərilərin müəyyən qədər aşınması, bu düymələrin rənginin getməsi və s. olur, lakin bunlar bütün maşınlarda olur. Və GL öz dövrünün ən lüks avtomobillərindən biri olduğu üçün sözsüz ki, burada olmayan funksiya yoxdur demək olar ki. Oturacaqların dəri ilə üzlənməsi, oturacaqların masajı, isidilib soyudulması, oturacaqların yaddaşı, sükanın elektron şəkildə tənzimlənməsi, 4 şüşənin də avtomatik qalxıb enməsi, monitor, Bluetooth yalnız zənglər üçün var bu avtomobildə, lakin əgər musiqi qoşmaq istəsəz, onda gərək ayrıca modulator istifadə edəsiniz. Bundan əlavə 4 zonalı klimat kontrol, qeyd edeyim ki, avtomobildə pnevmatik askı sistemi var və onları da bu düymə vasitəsilə idarə edə bilirsiniz. Yəni avtomobilin hündürlüyə görə tənzimlənməsi, sport komfort rejimləri. Burada bəzi hissələr var ki, bura müəyyən əşyalarınızı qoya bilərsiniz. 2 ədəd stəkanlıq, geniş dirsək altlığı, əlcək yuvası, günlüklər, işıq, lük, yəni hər cür funksiya var demək olar ki, bu avtomobildə. Hətta günümüzdə belə artıq neçə illər keçməsinə baxmayaraq, yenə də gündəlik istifadə üçün sizə lazım olan hər şey bu avtomobildə var. Deməli, ön oturacağı mənim boyuma görə tənzimlənib, yəni 175 sm və gördüyünüz kimi mən öz arxamda rahat otura bilirəm. Kifayət qədər böyük diz məsafəm, eyni zamanda baş məsafəm də var. Oturmaq olduqca rahatdır, dirsək altlığı var 2 ədəd stəkanlıqla. Arxada sərnişinlər üçün oturacaqların qızdırılması nəzərdə tutulub, soyudulması yoxdur, lakin yenə də burada hər iki sərnişin özünə görə havanı tənzimləyə bilir.
Qeyd edirəm ki, burada 4 zonalı klimat kontroldur. Harman kardon səs sistemidir. Arxa oturacaqlar üçün monitorlar var. Eyni zamanda bunların qulaqcıqları da nəzərdə tutulub zavoddan. Yəni arxada oturmaq kifayət qədər rahatdır. 3 nəfərlə burada rahat şəkildə səyahət edə bilərsiniz. Biz bu avtomobillə uzun yola da çıxmışıq və avtomobil olduqca komfortludur, hətta arxa sərnişinlər üçün belə. Bu hissədə disk qoymaq üçün yer var. Bu şəkildə bura disk qoyub məhz monitorlardan daha sonra onlara baxa bilirsiniz. Deməli, arxa cərgə oturacaqlar da açdıq sizin üçün, 3-cü cərgəni. Əslində sizə onu deyim ki, yetişkin insanlar da burada rahat şəkildə oturub uzun yol gedə bilər. Yəni bu təkcə azyaşlı şəxslər üçün nəzərdə tutulmayıb. Yəni arxa oturacaqlar da olduqca komfortludur və qeyd elədiyim kimi burada arxa sərnişinlər üçün stəkanlıqlar da var, özlərinin ayrıca kəmərləri də var, eyni şəkildə lük də var. Məhz 3-cü cərgə oturacaqlar üçün belə. Deməli, GL-in kapotunun altında əgər benzin mühərriklərindən gedirsə söhbət, yalnız bir ədəd mühərrik var, V8 mühərrikidir. Deməli, GL 450, GL 500 və GL 550 modellərində məhz bu M273 mühərriki olur, 8 silindirli və mühərrik kifayət qədər böyük həcmli mühərrikdir. Bu ya 4.7-dir, ya da 5.5. Deməli, 4.7 mühərrikində 340 at gücü olur, 5.5 motorda isə 388 at gücü olur. Yəni bu maşınların adətən dinamikası çox yaxşı olur. 0-dan 100-ə sürətlənmə məsələn 5.5 motorda hardasa 6.5 saniyə civarındadır. Yəni zavod göstəricilərinə görə. Yəni bu da bu cür avtomobil üçün məncə olduqca yaxşı bir göstəricidir. Mühərriklər həm atmosfer olduğu üçün, həm də böyük həcmli olduğu üçün sözsüz ki, yanacaq sərfiyyatı yüksək olur. Yəni şəhər daxilində 20 litr civarı kimi bir yanacaq sərfiyyatı olur. Lakin əsas problem bu deyil. Bu mühərriklərin əsas problemi məhz qaz paylayıcı mexanizmlə əlaqədardır. Bu motorların zənciri hardasa 150 min kilometrdən bir dəyişməlidir. Zəncir başlayır uzanmağa və cihazlar panelində, bord kompüterdə check engine yanır. Və bu olanda da həm zəncir dəyişir, həm də balans valları dəyişir. Və təmir biraz bahalıdır, amma yəni bunu bir dəfə eləyirsiz, sonra yenə də 150 min kilometr sürə bilərsiniz. Düzdür, istehsalın ilk illərindəki GL-lərdə bu problemlər daha yayğın idi, lakin artıq bu restylinqdən sonraki GL-lərdə bu problem nisbətən həll olunub. Bir də ki, bu mühərriklərin xüsusən də arxa tərəfində yağ sızıntıları olur. Bu avtomobildə olub bu problem və həll olunub, hal-hazırda yoxdur. Mühərrikin ümumiyyətlə öz resursu hardasa 350 min kilometrdir. Yəni almaq olar bu mühərriklə avtomobili, lakin yanacaq sərfiyyatı və bu problemləri nəzərə alsaz yaxşı olar. Dizel mühərrikləri də var bu avtomobillərdə 2 ədəd. Deməli, GL 320 və 350 modellərində 3 litrli dizel olur. Bu turbo dizeldir. Yəni bir ədəd turbin olur bu 6 silindirli mühərrikdə. 3 litrli mühərrikdir, ya 224 at gücüdür, ya da 265 at gücü. Dizel mühərriki də əslində problemsiz deyil. Düzdür, burada problemlər daha belə nadir hallarda olur və təmiri nisbətən daha ucuz olur. Dizelin əsas problemi məhz bu klassik dizel problemləridir. Yəni dizel hissəcik filtridir, hansı ki bu demək olar ki bütün dizel motorlarının problemidir. Və bir də ki bu dizellərin turbinləri hardasa 300 min kilometr kimi bir ömür sürür. Daha sonra onları dəyişmək lazımdır. Və məhz bu ən xərcli hissədə məhz bu turbini dəyişməkdir. Turbinin təmiri artıq bahalı olacaq. Amma belə dizel ümumiyyətlə olduqca dözümlü mühərrikdir. Hardasa bir 400 min kilometrdə onun da resursu var. Və dizelin sözsüz ki yanacaq sərfiyyatı artıq benzinə görə daha aşağı olacaq. GL 420 və 450 modellərində 4 litrli dizel olur. Bu artıq biturbo dizeldir. 4 litrli mühərrikdir, 8 silindirdir. Bu artıq OM 629 mühərrikidir, lakin 3 litrli mühərrik OM 642 idi. Burada da yenə klassik dizel problemləridir. YGR-in tutulması, dizel hissəcik filtri, hansı ki yenə də deyirəm, bunlar hər bir dizel mühərrikdə olur. Burada soyutma sisteminə diqqət eləmək lazımdır, çünki mühərrik yəni həddən artıq qaynadanda bu silindirlərdə problemlər olur, ya çatlayırlar, ya silindirlərin aşınması baş verir.
Bundan əlavə bir də 200 min kilometrdən bir turbinin dəyişmək lazım olur. Turbo təmirə gedir və zəncir də hardasa bu kilometrajlarda artıq uzanmağa başlayır və onu da dəyişmək lazım gəlir. Lakin bundan əlavə dizelin hər hansısa bir ciddi problemi yoxdur. Mercedes GL-lər olduqca komfortlu avtomobillərdir, çox yumşaq maşınlardır. Yəni o Mercedes komfortunu həqiqətən də əldə edə bilirsiniz məhz sürüş zamanı. Sözsüz ki, bu komfortun arxasında pnevmatik askı sistemi dayanır. Lakin pnevmatik askı sistemi özünə hər 100 min kilometrdən bir xərc tələb eləyir. Məsələn, bu avtomobil 1 il yarımda alınıb və bu avtomobilin pnevmatik askı sisteminin 4 ədəd yastığı, kompresorun klapanı və balonu dəyişdirilib və bunlar hardasa 1300 manat kimi bir xərc çəkilib bunları dəyişdirməkdə. Yəni bunlar hələ orijinal ehtiyat hissələri deyil, yəni keyfiyyətli analoqlardır. Orijinal ehtiyat hissələri ilə dəyişəndə artıq daha yüksək məbləğlər olur. Amma düzdür, bəzi servislərdə təklif edirlər bu pnevmatik askı sistemini məhz yaylı askı sisteminə çevirməyi, lakin yəni siz komfortdan çox böyük bir şey itirəcəksiniz. Yəni məncə GL kimi bir avtomobilin əsas özəlliklərindən biri də məhz onun komfortlu olmasıdır ki, yəni pnevmatik askı sistemi özünə xərc tələb edir, bu xərci də çəkmək lazımdır. Yəni nəzərinizə saxlayın ki, Mercedes sürürsünüz. Bundan əlavə askı sisteminin digər komponentləri olduqca dözümlü olur. Yəni 100-150 min kilometr kimi yürüşlərə kimi ciddi bir xərclər tələb eləmir. Yəni askı sistemi ilə bağlı belə. Deməli, qeyd elədiyim yastıqlar hardasa 200 manatdır hərəsi. Bu klapan, kompresorun klapanı 300 manat və balon özü də 300 manat. Yəni belə bir qiymətləri var. Yenə də qeyd edirəm, bunlar orijinal ehtiyat hissələri deyil, analoqlardır. Qaldı ki, avtomobilin komfortuna qeyd elədiyim kimi komfortlu sürüş təmin edir. Bu avtomobildə yalnız avtomatik sürətlər qutuları olur. Bu Mercedesin 7 Tronic 7 pilləli avtomatik sürətlər qutusudur. Sürüş olduqca komfortludur. Pillələrin keçməyi hiss olunmur demək olar ki, olduqca rahat keçir. Düzdür, 7 Tronic ilk illərdə biraz problemlər yaradırdı. Xüsusilə də bu idarə olunma bloku, hidravlik blokun sıradan çıxması olurdu bu sürətlər qutularında. Lakin çətin ki, sizin aldığınız avtomobildə bu problemlər olsun. Çünki sizə kimi bu problemlər artıq əvvəlki sahibləri tərəfindən təmir olunmuş olacaq. Amma yenə də sürətlər qutusunu alanda diaqnostika elətdirmək lazımdır. Əgər qutu normal vəziyyətdədirsə, sadəcə vaxtdaşı yağını dəyişəcəksiniz və bundan əlavə hər hansı bir probleminiz olmayacaq. Qaldı ki, tam ötürücü sisteminə Mercedes GL-lər Mercedesin Formatic tam ötürücü sistemi ilə təchiz olunub, 4 çəkən maşınlardır. Ötürücü sistemi əslində olduqca dözümlüdür. Yəni normal şəhər şəraitində əgər avtomobili ciddi yolsuzluğa salmasanız, paylayıcı qutudur, diferensiallardır. Yəni bunlar uzun ömürlüdür, kifayət qədər böyük resursları var. Çətin ki, bunlarla bağlı bir problem yaşayasınız. Burada maraqlı bir nüans var ki, məhz tam ötürücü sistemi ilə bağlı Amerikadan gətizdirilmiş bəzi GL-lər arxa ötürücülü ola bilirlər və bəzi adamlar bunu bilmir, maşınları alırlar. Təəssüf ki, alverçilər aldadırlar belə adamları. Ona görə də avtomobil alanda məhz VIN kodu ilə yoxlayın ki, məhz əmin olasınız ki, avtomobildə dəqiq tam ötürücü sistemi var. Bəzən bu avtomobillərdə elektronika ilə bağlı problemlər olur. Qeyd edeyim ki, bu GL-lərdə 3 ədəd SAM modulu olur. Bunların biri bagajdadır, biri salondadır, biri də motorxanadadır. Əsasən korroziyadan, yəni nəmişlik şəraitlərdə bu modullarda problemlər olur və elektronikada problemlər yaranır. Məsələn, siz əgər görsəz ki, elektronikada qəribə bir problemlər var, məsələn, şüşəsilənlər işləmir ya işıqlar işləmir, yəni bu cür problemlər varsa, böyük ehtimallar
böyük ehtimalla bunlar məhz SAM modulunun sıradan çıxması ilə baş verir. Yəni bəzən təmir olunur bu modullar, bəzən onları dəyişmək lazım gəlir. Yəni elektronika ilə bağlı problemlər əsasən buna görə olur. Bunları qırağa qoysaq, avtomobilin səs izolyasiyası olduqca yüksək səviyyədədir. Nə də olsa, yəni Mercedes-in ən üst sinif avtomobillərindən biridir GL. Ona görə də salonda səslər ümumiyyətlə yoxdur. Yəni burada hər hansısa bir plastik hissələrdən və s. səs gəlmir. Sürüş olduqca komfortludur. Özünüzü güvəndə hiss edirsiniz. Yəni hündürdə oturduğunuza görə. Ətrafı rahat şəkildə görə bilirsiniz. Güzgülər olduqca böyükdür, şüşələri olduqca böyükdür, lük var, salon işıqlıdır və s. Yəni bütün bunlar GL-i məhz olduqca komfortlu edir, olduqca sürücüyə sürüş həzzi verir. Sükan olduqca yumşaqdır. Onu da qeyd edim ki, avtomobilin sürətlənməsi də çox yaxşıdır. Düzdür, mən hal-hazırda bunu test eləməyəcəm, lakin test elədiyimiz təcrübənin əsasında deyirəm ki, avtomobil bu maşın 5.5 mühərrikdir, V8-dir, sürəti olduqca yaxşı yığır. Düzdür, yerindən götürəndə biraz ağırlığı hiss olunur avtomobilin, lakin müəyyən qədər sürət yığandan sonra yenə qaza bassaz, avtomobilin həmişə əlavə gücü var və çox qısa zaman ərzində də sizi böyük sürətlərə çatdıra bilir. Uzun sözün qısası, GL o maşınlardan deyil ki, siz bu maşınları axırıncı pula alasınız. Bu avtomobilləri alanda olduqca yaxşı diaqnostika elətdirməyə lazımdır. Mühərrikləri, sürətlər qutusunu, pnevmatik askı sistemini, elektronikanı və s. Və bir şey də nəzərə alın ki, yaxşı olar ki, sizin güvənli ustalarınız olsun. Çünki bu maşının bəzi problemlərini həll eləməyə saatlarla vaxt ala bilər. Yəni, yaxşı olar ki, elə adamlar olsun ki, siz bu maşını etibar eləyə biləsiniz. Lakin bütün bu problemlər həll olunandan sonra əslində GL olduqca komfortlu bir avtomobildir və bu avtomobilə sahib olmaq, onu idarə eləmək əslində olduqca zövq verici bir şeydir. Bu qədər dostlar, kanalımıza və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun.